Bu, İtaliya A seriyasında həlledici olabiləcək o böyük, tarixi Milan derbisi haqqında bilməli olduğunuz ən vacib detalların qısa xülasəsidir. Bilirsiniz, martın 8-də San Siro stadionunda keçiriləcək bu 246-cı derbi sadəcə sıradan bir rəqabət deyil. Bu, ya Inter'in 21-ci çempionluq tituluna doğru böyük bir addım atacağı, ya da Milanın çempionluq intriqasını yenidən canlandıracağı tam həlledici bir maçdır. Birincisi, gəlin vəziyyətə baxaq, çempionluq yarışında işlər necədir? Hazırda Inter 67 xalla liderdir, Milan isə 57 xalla onları izləyir. Üstəlik cümə günü Napoli'nin Torinonu 2-1 udub 56 xala çatması Milanın üzərindəki təzyiqi daha da arttırır. Təsəvvür edin, əgər Inter qələbə qazansa, sona cəmi 10 tur qalmış, aradakı fərq düz 13 xala çatacaq və bu da onları çempionluğa çox yaxınlaşdıracaq. İkincisi, təəssüf ki, hər iki komanda bu vacib oyuna ciddi itkilərlə çıxır. Inter ən vacib hücumçusunu, zədəli kapitanı Lautaro Martinez'i itirib. Yəqin ki, onu gənc Francesco Pio Esposito əvəz edəcək. Milanda da vəziyyət heç yaxşı deyil. Onlar yırtıq əməliyyatına görə bir ay oynamayacaq müdafiəçi Matteo Gabbian və çənə əməliyyatı keçirib 8 həftəlik sıradan çıxan yarım müdafiəçi Ruben Loftus-Cheek'dən məhrumdurlar.